Dostlar salam. Aquaterm 2025 sərgisindən sizləri salamlayıram. Mən hal-hazırda Alman istehsalçısı olan Afrison stendinin qarşısındayım və burada çox maraqlı qurğular var. Salam Renat bəy. Salam aleyküm, xoş gördük Tarık. Mənə o qurğu maraqlıdır. Afrisonun bir çox maraqlı qurğuları var. Hansı ki, həm kompakt yer tutur, həm bir neçə işi görür. Bu qurğu sırf boilerə qoşulması üçündür. Üstündə gördüyünüz kimi dövriyə nasosu var, resirkulyasiya nasosu, isti suyun daimi gəlməsi üçün. Qarışdırıcı klapan var, hansı ki, üzərindən istədiyiniz temperaturu verə bilərsiniz. Başqa üstünlüklərindən danışın zəhmət olmasın. Boilerin həcmi az olanda qarışdıraraq su keçir deyə istər-istəməz tez qutarmır boiler. Suyun həcmi artır. Həcmi artır. İkinci, evdə körpə uşaq varsa əl yandırma ehtimalı sıfıra enir. Üçüncü, qarışdırıcı klapan quraşdırılıbsa, qoyulubsa, evin daxilində qarışdırıcı smestiçillərə ehtiyac yoxdur. Yəni termostatik smestiçillərə ehtiyac yoxdur. Renat bəy axırıncı vurğuladığı kimi qarışdırıcılara ehtiyac yoxdur. Yəni çox insanlar termostatik qarışdırıcılar alırlar ki, temperaturu bir dəfə ayrılasınlar və komfortlu duş qəbul etsinlər. O qarışdırıcıların qulluğu çətindir, bizim sulara bir o qədər də göstərmir, həm də ki, o qarışdırıcılar bahadır. Amma o qarışdırıcının birinin qiymətinə bu qurğunu alıb, yəni evdə ümumiyyətlə isti su problemi çəkməyə bilərsiniz. Yəni buradan temperaturu ayarlayırsınız və bütün kranlarınızdan burada ayarladığınız stabil temperatur gəlir hər zaman. Təşəkkür Renat bəy. Çox sağ olun. Dəvətiniz üçün də, gəldiyiniz üçün də təşəkkür edirəm. Sağ olun.